Hoca rekord yaratan. Deməli, bax, bu sual elə bir sualdır ki, şəkil əlaqələrinin bütün xarakteristikalarını özündə cəmləşdirir. Məsələn, bax, tutalım sizə bir sual verim. E, tutalım, getmisiniz evə, indi siz indi onlayn tələbəsiniz deyənə, indi misal üçün kursa gəlmisiniz, getmisiniz evə. Valideyni soruşur ki, bala, bu gün nə keçmisən dərsdə? Deyirsən ki, şəkil əlaqələri. Deyir, şəkil əlaqələri nə olan şeydir? Tamam, deyəcəksən ki, şəkillər arasında əlaqə. O da sual verəcək. Necə bir əlaqə? Nə cavab verərsiniz? Yəni şəkillər arasında necə bir əlaqə olur? Negativliyi falan müəllim. Şəkillər Qarşılıqlı əlaqədir. arasında məntiqi bir ardıcıllıq olur. Başqa? Mehriban əlaqə. Nə? Uyğunluqdur. Eksklüziv Uyğunluqdur. əlaqə. Necə uyğunluq? Müəllim, sevgi münasibəti. Ardıcıldır. Hə, yox, daha bir. Negativlik müəllim, məsələn. Bax, yaxşı, şəkil əlaqələri deyəndə beyninizdə nə canlanır? Yəni hansı Məntiqi parametrlər uyğunluq canlanır? olur da arasında. Mənim bir-biri ilə uyğunlaşması. Yəni nə cür uyğunluq? Fərqli xüsusiyyətlərlə. Məntiqi uyğunlaşma. Yaxşı, mən deyim. O sizinki şey oxşadı. Deyir, sual verir ki, Osmanlıların neçə dənə hökmdarı olub? Deyir, ondan çox, 100-dən az. Belə baxmış düz deyir də, bu bax, məsələ nədir? Şəkil əlaqələrində ən çox bizim gördüyümüz nədir? Məsələn, güzgü əksi, düzdürmü? Sonra var fiqurun ölçüsünün dəyişilməsi, yəni ölçü məsələləri, fiqur kiçilir, böyüyür. Sonra var, nə bilim, fiqurun rənginin dəyişməsi, bax, ən çox istifadə olunanlar. Bax, əsas məsələ bax bunlar. Yəni, şəkil əlaqələrinin əsas bizim qarşımıza çıxan parametrlər bunlar. Bir də müəyyən dərəcədə dönmələr falan. Bu da elə bir sualdır. Bax, nümunə nədir? 3 dənə fiqur gəlib bu hala düşüb. Bu 3 dənə fiqur bu hala düşüb. 3 dənə fiqur bu. Yəni, bu 3 dənə fiqur hansı hala düşəcək? Və burada operator tipli xüsusiyyət var. Bax, görürsünüz, hər dəfə 4 dənə ulduz var burada. Fikir versəz, ulduzlardan bəziləri qaradır, bəziləri ağ. Yəni, burada aktiv və pasiv ulduzlar var. İndi sizcə qara ulduzlar aktiv sayılar, yoxsa ağ ulduzlar? Qaralar Qara. Bax, qara ulduzlar aktivdir. Yəni, bu şəkilə birinci və dördüncü ulduz tətbiq olunub, bu alınıb. Bu şəkilə üçüncü və dördüncü ulduz tətbiq olunub, bu alınıb. Bu şəkilə bunlar tətbiq olunub, bu alınıb. Bu şəkilə bir dənə bu tətbiq olunub. İndi bunlara axırda bunları tətbiq eləməz. İndi məsələ nədir? Yaxşı, bəs hansı nümunədən başlayaq? Birən. dördüncüdən. Bax, İkincidən 4 nümunə var. Bax, 4 nümunə var. Biz ancaq dördüncüdən başlamalıyıq. Bunun da səbəbi nədir? Çünki normalda burada belə deyildi. Operator tipli bir sualdır. Hər ulduzun öz funksiyası var. Bax, burada 2 dənə ulduz yanır. Nə bilim, hansıdır? Burada 2 dənə var, burada da. Amma burada bir dənə ulduz var da, düzdürmü? Bir dənə ulduz var. Ona görə mən ancaq baxacağam bu nümunəyə hələ ki. Bir dənə ən çətin olan, dostlar, elə bax, birinci ulduzu tapmaq. Ən çətin olan bu. Hə, yaxşı, bəs belə deyək də. Sizcə birinci ulduz nə edir? Yerini Balacalaşdırır. balacalaşdırır, bir də yerlərini Balacalaşdırır. Ayşə, normalda baxaram ki, birinci ulduz əslində, bax, bunu bu hala çevirirsə, deyərəm ki, güzgü əksidir, normalda oxşuyur. Amma burada güzgü əksi olan fiqurlar ölçülərdə müxtəlif olur axı. Yerlərin dəyişib, sonra ölçüdə dəyişib. Deməli, birinci ulduz həm yer, həm ölçünü dəyişə bilməz. Hər ulduz bir funksiyaya malik olmalıdır. Bir dənə birinci ulduz çətindir. Bax, burada nə yer deyil, nə güzgü deyil. Burada, bax, ən çətin elə birinci ulduzu tapdın, sual özü həll olur avtomatik. Birinci ulduz fiqurun özünü dəyişir. Fiqurun özünü dəyişmək bilirsiniz nədir? A-nı gəlib B eləyir, B-ni gəlib A eləyir. Bu nə deməkdir? Fikir verin, balaca qara dairəni eləyib balaca qara kvadrat. Görürsən, ölçüsünə dəyməyib, rənginə dəyməyib, bir dənə özünü dəyişib. Dairəni eləyib kvadrat. Bax, böyük qara dairəni eləyib böyük qara kvadrat eləyib böyük qara dairə. Görürsən, ölçüsünə dəyməyib, rənginə dəyməyib, bir dənə özünü dəyişib. formasına. Deməli, sual nədir?
birinci ulduz nə edir? Fiqurun sadəcə özünü dəyişir. Bax, bütün birinci ulduzlar fiqurun özlərini dəyişirlər. Yəni, bu oldu fiqurun özünü dəyişmir. A-nı B eləyir, B-ni A eləyir. Yəni, o necə deyərlər? Şeyə daha fikir vermir. Belə deyək də. Daha götürüb o, necə deyərlər? Ölçüsünə, zadına dəymir, rənginə falan dəymir. Prosta qalır. Bundan sonra nə edirik? Bundan sonra, bax, bax bu nümunədən istifadə elədim. İndi hansı nümunəyə keçərəm? Bir. Birinci nümunəyə. Çünki bax, mən artıq bu ulduzu tapmışam. Bunu tapmaq qalır da. Bəs dördüncü ulduz sizcə nə edir fiquru? Dəyişir. O da özünü dəyişir. Yox, özünü dəyişən zaten var. Bax, Rəngləyir. kvadrat eləyir. Rəngləyir də. Bəli. Kvadratları dairə eləyir. Görürsünüz, üçü də balaca idi, elə üçü də balaca olaraq qalıb. Dairəni kvadrat edib, kvadratları dairə. Onda dördüncü ulduz nə edir? Dördüncü ulduz sadəcə fiqurun rəngini dəyişir. Bu oldu fiqurun sadəcə rəngini dəyişmək. Bu nümunə də istifadə olundu. İndi hansı nümunəyə keçərəm? Üçüncüyə müəllim. Üçə niyə? Üçdə axı iki dənə bilmədiyim operator ulduz var. İki ilə üçü eyni anda bilmirəm axı. Mən buna keçərəm də, düzdürmü? Çünki ən azından bunu bilirəm ki, rəngi dəyişir. Bax, bu neyinin rəngi dəyişir? Ağı eləyib qara, qaraları eləyib ağ. Yaxşı. Bəs üçüncü ulduz sizcə nə eləyir? Kiçildib bölündü yoxsa? Üçüncü. Üçüncü ulduz fiqurun ölçüsünü dəyişir. Böyükü eləyib balaca, balacaları eləyib böyük. Deməli, üçüncü ulduz sadəcə fiqurun ölçüsünü dəyişir. Ölçüsünü, yaxud miqyasını dəyişir. Müəllim, bu- ən yuxarıdakı olan, Aha. üzr istəyirəm müəllim. Ən yuxarıdakı olan o birinci ulduz güzgü əksi elədi, o birisi formalarını dəyişdi, yoxsa necə? Ən birinci ulduz fiqurun özünü dəyişdi. Yəni, Aha. fiqurun özünü dəyişmək nədir? A-nı B eləyir, B-ni A. Daha rənginə, ölçüsünə fikir vermir. Kvadratı dairə eləyir, dairəni kvadrat. Bax, dairəni kvadrat eləyib, kvadratı dairə eləyib, kvadratı dairə eləyib. Birinci ulduz fiqurun sadəcə özünü dəyişir. Müəllim, Axırıncı bir dənə ulduz sual isə... verə bilərəm. Buyurun. Şimdi sonuncuda birinci və digər ulduzlardır da sonda olan. Həmən bu birinci ulduz, bu dördüncü, bir də ikincini tapmaqla yerinə qoyub həll eləyə bilmərik. Hamısını tapmalıyıq. Ha, əlbəttə ki, bax, burada çünki sən həm biri, həm bunu, həm də bunu tətbiq eləməlisən də eyni anda. Müəllim, siz nə demək istədim? Yəni o ikincidə zaten o tətbiq olunub və biz onu tapdıq. İkinci hissədə olan. Aha. Və dördüncüdə də birinci ulduzun bizə necə olduğu verilib. Biz Aha. onları birləşdirərək beşincisini tapa bilmərik. Onu Ya- soruşmaq çalışdım. Yəni, onda mən belə başa düşdüm. Bax, burada dörd ulduzdan hansını deyirsən tapdıq. Bax, bunu tapdıq, düzdürmü? Bəli. Sonra bunları tapmasaq da deyirsiniz, olar yoxsa necə? Bunu da tapdıq. Yox, müəllim, biz siz necə demək istəyirəm? Baxın, dördüncü fiqur hissədə, Sıra. yəni dördüncü sırada Aha, bir ulduz var, üçü boşdur. Yəni birinci dəyişib. aha. Tapdıq bunu. Digər isə ikinci sırada iki dənə ulduzun necə dəyişdiyi göstərilib. Aha. Mən də deyirəm onları birləşdirərək sonuncunu tapa bilmərik. Yox, sualı zaten burada müsahilə eləmək olmur. Yəni, bunu şəxsən elə verər ki, tapma olmaz. Çünki sən burada məcbursan, o necə deyərlər, hərəsini ayrı-ayrı tapasan. Anladım Bilirsiniz, mən. yəni, Çox burada sağ olun. ikisi bir yerdə verilib. Mən nə bilim, ikisini promoy nə eləyib burada. Çünki burada bax, ən azından bu şəkillə bu şəkil fərqlidir. Axı, rəngləri zadı fərqlidir. Tamam, yəni, burada Anladım, məcbursan müəllim. hərəsini ayrı-ayrı tapasan. Zaten bunları tapandan sonra zaten ikinci ulduzu tapmağa ehtiyac yoxdur. Amma hər ehtimal gəl tapaq. Bax, bu fiqur bildim ki, özünü dəyişir, ölçüsünü dəyişirdi. Bax, üçü də böyükdür, gəldi oldu, üçü də balaca. Bəs ikinci ulduz nə edir sizcə? Yerini dəyişir. Xətt atır, nə edir? Güzgü. İkinci ulduz fiqurun güzgüsünü yazır. Baxın, elə bir ki, bunun ortasına güzgü atsan,
Bax, bunun güzgüsü budur. Bunun güzgüsü budur. Bunun da güzgüsü budur. Deməli, ikinci Güzgü ulduzda əksi olmaz sadəcə axı fiqurlar böyüdü, balacalaşır sonra. Elə Hə, güzgü ölçü əksi də olmaz. dəyişir. axı ölçüyə görə o ölçüyə görədir də, o ölçü fiquruna görə. Ay hə, onsuz da onu bir şey eləmişdim. Düzdür? Ölçüsü də var axı burada. Bax, üçü də böyük idi, üçü də balaca oldu. Çünki ölçünü göstərən ulduz aktivdir. Ölçü ona görə dəyişir. Qalanları nədir? Güzgüsüdür də. Bunun güzgüsü budur. Bax, A-nın güzgüsü A-dır. B-nin güzgüsü B-dir. C-nin də güzgüsü C-dir. Çox. İndi biz nə edirik? Gətirib. Bax, buna indi tətbiq eləyəcəksən. Bax, buna əvvəl birinci ulduzu. Birinci ulduz nə edirdi? Dedi ki, fiqurun Birinci özünü dəyişir. fiqur dəyişirdi. Aha. Dairə, Bax, kvadrat, dairə olacaq məncə. bəli. Bu qara kvadratın böyükdə axı. Bu olacaq böyük qara dairə. Düzdürmü? Hı. Bax, bir dəqiqə bunu belə çəkəcəm. Bir dəqiqə var. Buranın qiyməti var ha. Buranın qiyməti nə olur? Olur belə böyük qara dairə. Bura nə olur? Sonra olur böyük Kvadrat. balaca qara dairəsə balaca qara kvadrat olacaq. Bu da nə olacaq? Ağ kvadratsa olacaq ağ dairə. Ağ dairə. Bax, birinci ulduza görə fiqurların neynədik? Özlərini dəyişdik. Birinci ulduz dedik, fiqurun özünü dəyişir. Bunu tapdıq. Sonra ölçü dəyişər məncə. Sonra ölçüsünü dəyişir. Bax, bu ulduz istifadə olundu. Sonra keçirəm bu ulduza. Bu ulduz dedik ki, ölçülərini dəyişir. Yəni gördüyümüz hər şey Balaca, tərsinə. iki böyük. Bəli, bax, bu olacaq balaca qara dairə. Bu olacaq böyük qara kvadrat. Bu da olacaq nə? Belə bir böyük böyük ağ kvadrat. Bunu tapdıq. Bundan sonra. Axırda da nə etməliyəm? Bax, rəngini Kvadrat dəyişir. nə Dairə oldu? olmalı değildi o. Dairə olmalı Kvadrat ne değildi. oldu? Hə, düz mənsi yoxdur. Bəli, Bəli, mənim məfənik xəta. bəli. Bu olur belə. İndi axırda rəngini Sonra dəyişir. rəng dəyişir. Rənglər də dəyişəndə heç nə. Bu olur bax, balaca qara dairə. Müəllim, Bu cavab bir- indi A olur. Cavab B olmalıdır. Bu olur belə, rənglərini dəyişsək, bu da olur belə. Hansı variant olur? Baby. B variantı. Görürsünüz? Balaca qara Müəllim, dairə, balaca çətindir. ağ dairə. Çətin, İmtahanı asan siz deyil. baxın. Çətin sualdır. Mən bir sualım Bəli. var. Bəli, buyur. Mən bu ortadakı sıralar var, hansı ki elementlər var. Onların məsəl üçün bir fərqi var bir-biri ilə. Yəni birində məsəl üçün içində ağ olan ulduzdur, birində olmayan ulduzdur. Onun bir fərqi var yoxsa? Yoxsa Burada elə bax- sırasına görə baxıram. Bax, belə deyim də. Burada belə deyək, hər sütun ayrı. Bax, birinci ulduzlar var ha. Sadəcə fiqurun özünü dəyişir. Prosta qaralar odur ki, aktivdə ulduzlar. Ağlar odur ki, ulduzlar işləmir, passiv. Tamam, bax, sütun baxırsan. Qaralar işləyir dediniz, nətər? Qaralar aktivdir, ağlar işləmir. Bəli. Hə, başa düşdüm. Tamam. Yəni bütün nümunələrdə birinci ulduz fiqurun özünü dəyişir. İkinci ulduz güzgüsünü yazır. Üçüncü ulduz ölçüsünü dəyişir. Dördüncü ulduz rəngini dəyişir. Mən bunu soruşdum. Çox sağ olun. Bunun təbii ki, asan sual deyil bu. Yəni bu elə bir sual ki, həqiqətən bir sualla bu sualı başa düşmək mümkün deyil demək olar ki. Ona görə bu sualın mən ayrıca izahını da göndərəcəm sizə. O necə deyirlər? Çalışın bu sualı mütləq şəkildə həllini başa düşün. Yəni bax, çətin deyil. Qaydasını bilsən var ha. Qaydasını bilsən, yəni bildiyiniz maksimum 2 dəqiqəyə sualı yığıb yığışdıra bilərsən. Zaten bu sual dövlət qulluğumuzca dəfələrlə də düşüb. Axırıncı imtahanlara da yenə düşmüşdü. Standart qalır. Birinci ulduz özünü dəyişir, sonra güzgüsünü, sonra ölçüsünü, sonra rəngini. Bir dənə hər dəfə bax, bu nümunələri dəyişirlər, ona uyğun da cavab dəyişir. Yəni biraz səbir tələb edən sual. İzahını göndərəcəm, 10 dəqiqəlik bir izahdır. Buna mütləq baxın. Bir dəfə baxsaz diqqətlə başa düşəcəksiniz. Çətin deyil. Ondan sonra mən düzdür, sınaq imtahanında istifadə eləməmişdim.
Amma DİM-in magistr model testlərində saat məsələləri ilə bağlı bir sual var ki, saatın bucağının tapılması. Bunu dövlət qulluğuna hazırlaşanlar yaxşı bilir. Çünki dövlət qulluğunun əvəz olunmaz, o necə deyirlər, sual formalarından biridir. İndi mən sizə bu qalsın hələlik. Bax, gəlin elə birinci bu sualdan başlayaq. Bax, sualı oxuyuram. Deyir ki, dəqiq işləmiş əqrəbli saat 16:00-u göstərəndən 2-3 dəqiqə sonra onun yalnız dəqiqə əqrəbi 13 dəqiqə ərzində hərəkətsiz qalmış, ardınca əvvəlki sürətli hərəkəti davam etdirmişdir. Bundan sonra əqrəblərin ilk üst-üstə düşmə anının reallıqda hansı vaxta uyğun olduğunu müəyyən edin. Sual nədir? Lorin də sualı belə izah edir. Saat 16:00-a qədər belə deyək də, necə deyirlər, 16:00-a qədər saat normal işləyir. 16:00-dan bir müddət sonra, yəni təxminən 2-3 dəqiqə sonra, bu 2-3 dəqiqəni yazıblar ki, yəni bir müddət sonra 16:00 oldu və ondan bir müddət sonra nə olur? Saatın dəqiqə əqrəbi 13 dəqiqə dayanır. Amma saat əqrəbi hərəkət edir. Məsələn, uçaq vaxtı yəqin ki, hamınız eləmisiniz. Mən şəxsən eləmişəm. Tamam, bu bir saatdır. Misal üçün, bu saatın dəqiqə əqrəbidir. Bu saat əqrəbidir. Bu da olsun, misal üçün, dəqiqə əqrəbi. Bizdə dəqiqə əqrəbi daha uzundur. Misal üçün, normalda dəqiqə əqrəbi daha tez gedir. Yəqin ki, uşaq vaxtı ən çox saniyə əqrəbini eləmişik də. Misal üçün, dəqiqə əqrəbini tutursan əlindən, dəqiqə əqrəbi hərəkət edə bilmir. Amma bu saat əqrəbi hərəkət edir, axı yavaş-yavaş gəlir. Nə olsun, bu atırda elə bir ürək döyüntüsü kimi bu atır. Amma məsələ nədir? Bunu sən tutub saxlayırsan, bu isə öz hərəkəti ilə davam edir xırda-xırda. Deyir, bu 13 dəqiqə bunu sıxıb saxlayandan sonra buraxırsan, öz vaxtı ilə davam edir və əqrəblər müəyyən dövrdə üst-üstə düşür. İlk üst-üstə düşmə vaxtı hansıdır? Sualı oturub araşdırsaz, YouTube-da elə açıb YouTube-u yazsaz, xarab saat məsələləri 50 cürünə, o deyir, müəllimin izahı çıxacaq, hərəsinin öz düsturu zadı. Mən sizə bu sualın saniyələr içində həllini deyəcəm. Yəni, normalda o üsulla tanış olsa, sualın 8-9 dəqiqəlik həlli var. Bu sualın cavabını test tapmaq istəyirsinizsə, elə bir dənə variantı seçin ki, verilən variantlarda bu dəqiqə əqrəblərinə fikir verin. Dəqiqə əqrəbi, bu saatı zada fikir vermirsiniz. Dəqiqə əqrəbi. Bu dəqiqə əqrəblərindən hansıdır ki, ya 12-yə bölünəndə? Hansıdır 12-yə bölünəndə burada? 36. Cavab D variantıdır, bitdi. Oy. O necə oldu ki, Müəllim, ola bilər ki, bölünməsin. Yox, bölünür. Həmişə Niyə bölünür. 12-yə böldü müəllim? Səbəb nədir? 13'e niye 10 bölmedi, 12'e böldü? Bunun səbəbini mən desəm, gərək bir 40 dəqiqə onun isbatını verim. Belə bunun isbatı əslində var. Yəni bu biraz belə bir sual ki, riyaziyyatı güclü olan tələbə oturub baş sındırsa bu sualda səbəbini tapa bilər. Bunun ən gözəl yolunu deyirəm. Bunun əslində düsturu var. Nə bilim, dəqiqəni vurursan şeyə, nə bilim, məsafəni vurursan nəyə, uzun zat çıxırsan, bölürsən, vurub x-i tapırsan oradan, sonra yerini qoyub y-i tapırsan, çox uzundur. Ən rahat yolunu deyirəm sizə. Düşdü. Elə bir dəqiqəni seçirsən ki, 12-yə bölünən ədəd olsun. 12-yə bölünən ədədlər hansıdır? 12, 24, 36, 48 və 60. 60-dan 0 kimi yazılır. Birdən variantda 60'ın ikisi də olan olsa, ondan olar da. Variantda nə? Variantda hər iki var. Məsələn, tutaq ki, 36 da var, 24 də var. Bir dənəsi olur həmişə. Həmişə bir dənəsi olur, həmişə də 12-yə bölməliyik. Həmişə də 12-yə bölünür. Bax, bunlardan birini seçirsən, bitdi. Yox, olmur. Bir dənəsi olur. Tamam? Yəni, bunu oturma isbatını versən normalda. Yəni, deyərsiniz ki, ay müəllim, bu nə sual, ondan sonra yazmaram. Bax, indi sizə bir sual verim. Nədir burada cavab? Bölünəni tapırıq. D variantı müəllim. D variantı müəllim. 48 olan. Təcrübəliyik. Hə. Bitdi. Həmişə 12-yə böldük müəllim. Bəli. Bax, saat məsələlərində bizim silahımız 12 ədədidir.
12 ilə bağlı birazdan yüksək səviyyəli işlərlə məşğul olacağıq. Diğer sıra buna bak. Bəli? Birinci diğer sırada balası buna bak. Burada C. C variantı Meryem. 12-yə bölünəcək bir dənə C variantı. Bəli. Burada A A. müəllim. 8, 48. 48. A. Ben ancak 12'ye bölüneni götürür cevapta. bəli, bəli. Bir dənə variant olur. Sualda ne deyirsə desin, yəni Nə soruşur. deyirsə desin, sor. 12-yə bölünən yazırsan, çıxıb gedir. Bu birinci tip saat məsələsi. Bunu da ola bilər magistr imtahanında bax saat məsələləri istifadə oluna bilər. Ya bu tip, bu çək bu tip düşər. Hə, yaxşı. Baxıram ikinci tipə. Misal üçün 15 mart dövlət qulluğu imtahanında belə deyək də, indi deyəcəyim sual tipi magistrın model testində də var. Orada da istifadə olunub. Sualı mən indi belə verirəm. Mən 15 mart dövlət qulluğu imtahanında düşən sualı sizə deyəcəm. Sual nədir? Deyir, divar saatı 08:30-u göstərir. Burada əqrəblərin arasındakı bucaq neçə dərəcədir? 180. 180-da kim dedi? Mən çaşdım, səhv demişəm amma. Mən Halal olsun sənə qaqa. 180 nədir? Allah sağ kömək olsun. 180 bax 9-un yarısı saat belə olur da. Mən 8-i yuxarı saxladım, ona görə 12-də. 90 olur, 90. 9-da belə. Peki Mən 8 45 derece değil. 90. 90'dı. Mən 45 demişdim ama tam 90. 90 deyil. 90 olsa 9-un tam üstündə, 9 ilə 8-in arasında olur. Nədir 90 olsaydı tam belə olar. 5'dir. 85. 75 dərəcə. 75 mənim deyəndə, o yan oldu biraz. Arada 4 dənə xətt vardı ona görə. Bunu rahat necə taparsınız? Bunu isbatını özünüz də eləyə bilərsiniz, deyim necə eləyərsiniz. Bu saatın rəqəmlərinin arasında neçədən rəqəm var? 12 dənə, düzdürmü? 1-dən ta ki 12-yə qədər. 12 dənə rəqəm var. Hər rəqəmin arasında neçə dənə boşluq var? 4 dənə. 11 dənə. 5 dənə. 5 dənə. 5 dənə bəli. 5 dənə də. 5 dənə deyil ki. 5 4 dənə. dənədir müəllim. Hə? 5 dənədir. Bax 5 dənə deyim burada, baxın. Bax 12-dir, bu da 1-dir, hə, bax. 1, bax 1, 2, 3, 4, 5. Yaxşı. Bu adi bir divar saatidir, düzdürmü? Bu divar saatında 12 dənə rəqəm var da, 5 dənə də nöqtə var axı hər. Onda ümumi neçə dənə nöqtə var burada? 12 və 5. 60. 12 vur 5. 60 nöqtə var. Onda 60 nöqtəmiz bu neçə dərəcədir ümumi? 360. 360. Onda bir nöqtəmiz neçə dərəcə olur? 2. 60. 6. 6. Riyaziyyat müəllimə burada salamlar olsun. Agron. Bu olur 6 dərəcə. Deməli, hər nöqtəmiz, bax, buradan bura, məsələn deyirəm də, əqrəb tutalım. Bax, buradan belə olsa, məsələn, bu neçə dərəcədir? 6 dərəcə. Hə, indi məsələ nədir? Bu, yəni, bax, isbatını mən sizə belə verdim. Bunu düşünüb, bu üsuldan gedə bilərsiniz. Bunun hazır şablon düsturu var. Nədir düsturu? Bayaq 0830 dedik, misal üçün. Bunun düsturu var. Bax, saatı vurursan 60-a. Bax, səbəbini də deyirəm, niyə 60-a vurursan. Saatı ona görə 60-a vurursan ki, yadda saxlayasınız. 1 saat neçə dəqiqədir? 60 dəqiqədir. Oradan yadda saxlayın. Dəqiqəni vurursan 11-ə. Bax, dəqiqəni niyə 11-ə vurursan? İndi sizə bir sual verim. 1 saat ərzində, divar saatında, 1 saat ərzində saat əqrəbin neçə dənə rəqəm hərəkət eləyir? 11 dənə. Nə qədər? 11.
12 olan. Bu rəqəm deyirsə, o nöqtə deyirsiniz. Rəqəm. Bax 1 saat keçib. Bax misal üçün saat 2-yə qalıb təxminən 7 dəqiqə, düzdürmü burada? 3-ə 7 bax saat hal-hazırda burada 01:53-dür. Düzdürmü? Saat 02:53-ə gələndə saat əqrəbi neçə dənə rəqəm hərəkət edir? Bir 11 dənə. dənədir. Bir dənə, düzdür? Buradan bura gəlir də qardaş saat əqrəbi. Yəni Bir Mənim dənə üçün rəqəm. saat əqrəbini deyirsiniz. Hə, saat əqrəbi bir rəqəm hərəkət edir. Bəs dəqiqə əqrəbi neçə dənə rəqəm hərəkət edir? 11 dənə müəllim. 11 dənə niyə? 12 dənə. 12. 11 harda deyil On- biraz. 12 dənə. Bax saat 53-dən 53-ə gəlmir. Bax buradan dövr eləyir, təzədən bura gəlir. 12 dənə rəqəm. Bax biri 12 dənə rəqəm hərəkət eləyir. Biri bir dənə rəqəm. Biri ki dəqiqə əqrəbi 12 rəqəm hərəkət edir, o birisi bir dənə rəqəm hərəkət edir. Fərqi nə qədər olur bunların? 11. 11. Bax ona görə 11-ə vurursan. Bu bizim heç bir şeyə lazım deyil. Prosta ki bunun bəzən tələbələr yadından çıxarır. Mən ona görə sizə deyirəm. Bax saata 60-a vurursan ki 1 saat 60 dəqiqədir. Dəqiqəni də ona görə 11-ə vurursan ki, onların fərqi 11-dir. Lap bunu bilməsin da məcbur. Otur əzbərlə. Modulda çıxırsan bunları, yəni çıxırsan, 2-yə bölürsən. Bu olur sənin bucağının tapılması düzdür. Bitdi. İndi bu nədir? Bax, saat məsələn məndə olsun 08:30 demədim bayaq. Bəli. Saata 60-a vurursan. Saat 8-də 8-ə 60-a vurursan olur 480. Çıxılsın. 11-də vururuq 30-a. 30-a olur 330. Bölürük ya. 92. 2-yə bölürsən modulda. 150-ni 2-yə böləndə cavab olur 75. Bitdi. Olur belə. Bax, məsələ budur. Yəni, bu düsturu unutdunsa, oturub onda məcburən bayaq dediyimi 1.6 şeydi falan. Yəni, bax, bir dənə bizə bu lazım. İndi Livoy saat verirsən, düsturu bu hesablar. Məsələn deyirəm, tutalım ola bilər sənə saatı belə versinlər. 21, misal üçün 42 versinlər. Sən bunu neyə edərsən? 9:42 kimi hesablayarsan, düzdür? Yəni 12 saatlıq formata çevir. Məsələ o. Çünki 21:42 divar saatına 9:42. Müəllim, bu tip birinə də baxa bilərik, zəhmət olmasa. Bəli. Misal üçün bir dəqiqə. Üstləri gir. Yirmi altıncı sual. Deyir, eyni olan bucaqları tapın. Düsturumuz nə oldu? Dedik ki, saatı vururuq 60-a. Saatı vururuq Müəllim 60-a. düsturu. Bəli. Hamısında yoxlayacağıq. Normalda bəli. Ağıllı tələbə elə eləyir. Oturub bir-birinin hamısını yoxlayır. Misal üçün, gəldən düsturumuzu yazar. İkini Saat vuruq vurulsun. 60-a. Dəqiqə vurulsun 11. Modulda çıxıb 2-yə bölürsən. Yəni, böyükdən 1 kiçik 4 deyil cavab müəllim. Hə? Hə. İndi bax 02:40-ı yoxlayıram. 1 4. 2-ni 60-a vururam 120. Dəqiqəni 11-ə vururam. 40-ı 11-ə vururam 440. Çıxıb bunları 2-yə böləndə eləyir. Neçə eləyir? 160. Ayşə. Bu oldu 160 dərəcə. İndi oturub bunu tapacaqsan. 7 vur 60 eləyir 420. 50-ni 11-ə vuranda 550. Çıxırsan bunların modulda eləyir 130. 2-yə böləndə cavab olur 65 dərəcə. Belə-belə. Hə. Bax, bu üsulu yəqin ki bildiniz. Yəni, bir-bir vurub taparsın. Ağıllı tələbə belə eləyir. Alfa tələbə nə eləyir? Bu sualda ümumiyyətlə elə 2 dənə variant seçirsən ki, saatların ikisinin bir yerdə cəmi ya 12 saat eləsin, ya 24 saat eləsin, ya da 36 saat eləsin. Tamam? Ya 12 saat, ya 24 saat, ya 36 saat. Hansı saatlardır? 3 4. 3 4. 3-4.
Bunları toplayanda Hasili dediniz müəllim. hə? Hasili dediniz. Yox, Cəmi, cəmi. cəmi Cəmi. toplama. Ondan 3.40-dan cəmi. 8.20 Üzərindəki toplayanda. dəqiqələri də hesablayırsınız siz. Hə, Mən də bəli. dəqiqələrini yəqin bilmirəm. Həm də bir yerdə. 8 saatla 3 saat eləyir 11 saat. Bununla bu eləyir 60 dəqiqə. 11 saat 60 dəqiqə nədir? 12 saat. Düzdür? İndi sizə bir sual verəcəm. Chat bölməsinə yazın. Səsli deməyin, görüm nə tə qulaq asırsınız. Üç 5'ti mənim. Şu, bəli. Burada Cavabı saatda 3-dən 5. deyir 11, 50 ilə 10 dəqiqədə inir 60. Eləyir 11 60. Çox bitdi. Getdi. Bu oldu bizim saat məsələmiz. Keçirik növbəti saat məsələmizə. Yeni linki atım. Bu şedevrdir. Bu çox gözəl bir sualdır. Bəli. Linki atım, qoşulun, oradan yüksək səviyyədə davam edin.